Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Değerli dinleyiciler, sizi Araz News radyosunun gündem verilişinde hoş gördük. Bölgemizin en gergin günlerinden keçirik. Bir yandan Amerika hərbi güclərinin bölgeye düzülmesi, o biri yandan ise Tehran ve Ankara arasında yaranan tələsik diplomatik gedib gəlmələr böyük bir faciənin xəbərçisi kimidir. Bugünkü verilişimizde İran xarici siyasetinin çaresiz kaldığı bir dönemde Türkiye aracılığı ile özünü savaştan kurtarmak çabalarını ele alacaq. Abbas Arakçı'nın Ankara səfərindəki stresi, Hakan Fidan'ın kəskin uyarıları ve Trump'ın dile getirdiği o meşhur son fürsət sözü ne anlama gelir? Tehran öz isteklərindən geri çəkiləcək, yoksa bölge alovlar içinde yanacaq. Bu programda İran'ın məğlubiyyət astanasında olan diplomatik manovralarının pərdə arxası ölçülerini analiz edib savaşın ne kadar yaxın olduğunu danışacağıq. Amerika hərbi güclərinin bölgəyə göndərilməsi və İrana qarşı hərbi hücum olasılığının artması ilə eyni vaxtda Tehran və Ankara arasında diplomatik gedib gəlmələr gözə çarpan dərəcədə çoxalıb. İran Cumhurbaşkanı Məsud Pezeşkiyanın Rəcəb Tayyib Erdoğan ilə telefon danışığı, iki ölkənin xarici işlər bakanlarının görüşləri və sonda Abbas Arakçı'nın Türkiye'ye səfəri ilə Hakan Fidan və Erdoğanla görüşü hamısı partlamaq üzrə olan bir buhranı kontrol etmək üçün atılan tələsik addımlar kimi dəyərləndirilə bilər. Bu böhran artıq xəbərdarlıq səviyyəsindən keçib son qərar astanasında dayanıb. Bu diplomatik hərəkətlərdə maraq doğuran şey danışıqların içeriği yox, bəlkə onlara hakim olan qorxu və istirabdır. Elə bir istirab ki, Tehranın özünün də savaş qorxusunun gerçekten yaxın və ciddi olduğunu anladığını aydınca göstərir. Bu sıxıntının nişanələri yalnız gedib gəlmələrlə bitmədi. Abbas Arakçı'nın Erdoğan'la görüşündə və özəlliklə Hakan Fidan'la keçirdiği ortak basın ya mətbuat toplantısındakı açıq aydın stresi Cumhur İslami'nin xarici siyasetinin acınacaqlı durumundan nadir bir görüntü ortaya koydu. O görüntü ki medyanın gözünden kaçmadı. Arakçı'nın bədən dili və duruşu, danışıq tonu və diplomatik özgüvəninin yoxluğu Tehran'ın artıq oyunun ipini əldən verdiyini və müdafiə durumunda qalıb çarəsizləşdiyini deyirdi. Bu arada Türkiye Xarici İşlər Bakanı Hakan Fidan'ın İstanbul'daki basın toplantısında dediği cümleler perde arkasında nelerin baş verdiğini anlamak için en önemli açar sözleriydi. Fidan dedi, "Dünən Vitkaf ile görüştüm. Amerikalılarla yine görüşəcəyik. Umuram ortak bir yol tapabilərik." Bu cümlenin diplomatik qabığını soysaq anlamı budur. İranın önerileri ya pişnihatları Washington üçün qəbul edilməz olub və danışıq yolu əmələn çıxmaz bir noktaya gəlib çatıbdır. Aracılıq edən ölkənin bakanı ilerləyişdən yox, umuddan danışırsa, demək hər iki tərəfdə anlaşma nöqtəsindən uzaqlaşıblar. Fidan'ın ikinci cümləsi bundan daha da kəskin və belirləyici idi. İran eləcə də bölgə tərəfindən qəbul edilməyən siyasətlərindən əl çəkməlidir. Bu söz həqiqətdə Amerikanın və onun bölgədəki müttəfiqlərinin istəklərinin özətidir. Bölgənin qəbul etmədiyi siyasətlər bugünkü diplomatik dildə niyabəti qrupları dəstəkləmək, raket yağmuşək proqramı və uranyumun yüksək səviyyədə zənginləşdirilməsindən başqa bir şey deyil. Fidan bu sözdə açıqca bildirdi ki, məsələ təkcə nüvə ya həstəyi işi deyil, bəlkə Cumhuriyet İslami'nin bölgədəki bütün davranışları hədəf alınıb. Əsl təməl çətinliklə buradan başlayır. İran dövləti bu gərginlik yaradan siyasətlərindən geri çəkilən birisi olmadığını açıqca göstəribdir. Niyabəti güclərə yardım, muşaki proqram və uranyum zənginləşdirmə Tehranın bölgəni oda çəkdiyi dayaqlarıdır. Tehrandakı hakimiyyətin baxışında bu sahələrin hər birisindən geri çəkilmək barış yox, stratejik bir məğlubiyyət sayılır. Elə buna görə də İranla Amerika arasında qalarcı bir anlaşma gözlənilmir. Çünki iki tərəfin istəkləri nə yumuşaya bilər, nə də bir yerdə toplana bilər. Bunlarla yanaşı belə bir durumda Donald Trump'ın daha kəskin bir dillə meydana girməsi
bu olaylara vurulan son mühür idi. Trump Ağ Evdə dedi: "Anlaşma üçün İrana son fürsəti vermişəm. Onu yalnız özləri bilir." Bu cümlə danışıq təklifindən çox danışıqların bitdiyini bildirmək idi. Trump son fürsət deyirsə, demək Washington diplomatik aşamanı arxada qoyub ultimatum dövrünə keçib. O, savaş gəmiləri və navların İrana sarı göndərilməsinə işarə edərək mesajını tamamladı. Əgər Amerikanın şərtləri qəbul olmasa, hərbi seçənək bir hədə qorxu yox, bəlkə icra olunacaq bir qərardır. Tehranda bəzilərinin göstərməyə çalışdığının tərsinə, bu təhdidlər nə siyasi bir blofdur, nə də təkcə rəvani baskı aracı. Amerikanın hərbi hərəkətlərinin genişliyi, Washington yetkililərinin sözlərinin zamanlaması və bölgə müttəfiqləri ilə açıq uyumları ya həmahənglikləri hücum senaryosunun ciddi şəkildə masada olduğunu göstərir. Bu səfərki savaş təhdidinin başqa zamanlarla fərqi buradadır ki, Amerika daha İranın davranışını dəyişmək yox, bəlkə güc dəngəsini yenidən qurmaq və İranda hakimiyyəti dəyişmək üçün ağır bir bədəl ödətmək istəyir. Savaş bəlkə hələ başlamayıb, amma nişanələri hər yerdə görünür. Diplomatların bədən dilindən tutmuş savaş gəmilərinin düzülməsinə, Trump'ın son uyarı dilindən Fidanın dolayısı ilə etiraflarına qədər. Artıq savaş olacaq ya yox məsələsi keçib. İndi bu savaşın nə zaman, hansı ölçüdə və nə kimi bir həzinə ilə başlanması söz konusudur. Həqiqət budur ki, Cumhuriyet İslami İranın Amerikanın qarşısında dayanıb və vaxt qazana bilməsi üçün artıq əlində heç bir seçənəyi qalmayıbdır. Nə geri çəkilmək gücü var, nə də həzinə ödəmədən uzun süre bu durumu davam etdirmək olasılığı. Belə bir şəraitdə savaş artıq uzaq bir ehtimal deyil. Savaş İranın qapısına dayanıb və onun açarı nə Tehranda, nə də Ankaradadır. O açar Washingtonda, Ağ Evdədir. Hörmətli dinləyicilər, bugünkü gündəm verilişinin sonuna çatdıq. Yeni bir proqramda görüşmək umudu ilə əsən qalın.